Salam əziz abituriyentlər, mən fizika müəllimi Elşad Həsənov. Kanalımıza xoş gəlmisiniz. Bu günlərim düz xəttli, bərabər sürətli və bərabər təcili mövzusunun ikinci hissəsini sizə izah edəcəm. Bugünkü mövzumuz orta sürət. Orta sürət anlayışı nə vaxt meydana çıxır? Bundan əvvəlki dərsimizdə izah elədik ki, cisim bərabər sürətdə hərəkət edə bilər. Bu o deməkdir ki, cismin sürəti dəyişmir. Amma elə ola bilər ki, elə hərəkət ola bilər ki, orada cismin sürəti dəyişsin. Əgər cismin sürəti dəyişirsə, artıq biz ona bərabər sürətlə hərəkət deyə bilmirik. Və bu zaman orta sürət anlayışı meydana çıxır. Orta sürət ümumilikdə ümumi gedilən yolun ümumi zamana nisbətinə bərabər olan fiziki cəmiyyətdir. Və orta sürəti VO-R şəklində işarə edirlər, yəni sürətdən fərqləndirmək üçün. Orta sürət iki formada ola bilər. Yola görə orta sürət ola bilər, bir də təbii ki, yerdəyişmə görə orta sürət ola bilər. Yola görə orta sürəti soruşursa, ümumi yolu ümumi zamana bölməmiz lazımdır. Yerdəyişməyə görə orta sürəti soruşursa, ümumi yerdəyişməni ümumi zamana bölməmiz lazımdır. Bunların hər ikisi orta sürətin düsturudur. Yollar bir neçə hissədən ibarət ola bilir. Deməli, orta sürət ümumi yolun ümumi zamana və yaxud ümumi yerdəyişmə ümumi zamana nisbətinə bərabər olan fiziki cəmiyyətdir. Orta sürətin də vahidi metr böl saniyədir. Orta sürətdə spidometr adlanan cihazla ölçürlər. Yollar bir neçə hissədən ibarət olanda orta sürətin düsturu təbii ki, bu şəkildə yazılacaq və orta bərabərdir. Deyək ki, yollar S1 üstəgəl S2 üstəgəl nöqtələr üstəgəl Sn. Yəni n saydadır. 2 dənə də ola bilər, 3 bərabər hissə, 4 hissələrə bölünə bilər. Bölünsün T1 üstəgəl T2 üstəgəl Tn şəklində yaza bilərik. Burada istisna hallar mövcuddur. İstisna hallar nədir? Ola bilər ki, avtomobilin və yaxud hər hansısa bir cismin getdiyi yollar bərabər hissələrə bölünsün, 2 bərabər hissəyə, 3 bərabər hissəyə bölünsün. Ola bilər ki, zamanlar bərabər hissələrə bölünsün. Bu zaman orta sürətin xüsusi bir düsturu var, ondan istifadə edirsiniz. Deməli, S1 bərabərdir S2 yazmışamsa, bu o deməkdir ki, yollar 2 bərabər hissəyə bölünür. Yollar 2 bərabər hissəyə bölünəndə orta sürətin düsturu V orta bərabərdir. 2V1 vurulsun V2. V1 üstəgəl V2 şəklində tapılır. Əgər yazmışamsa ki, S1 bərabərdir S2, o da bərabərdir S3. Bu o demək olur ki, yollar 3 bərabər hissəyə bölünüb. Yollar 3 bərabər hissəyə bölünəndə isə orta sürətin düsturu V orta bərabərdir. 3V1 V2 V3 bölünsün V1 V2 üstəgəl V1 V3 üstəgəl V2 V3 şəklində yazırıq. Bir də zamanların bərabər hissələrə bölünməsi üçün ayrı düsturlarımız var. T1 bərabərdir T2 yazmışıqsa, zaman 2 bərabər hissəyə bölünür. Yəni, belədir məsələ. Deyək ki, avtomobil yolun bir hissəsini 5 saniyə gedib, digər hissəsini də yenə 5 saniyə gedib. Bir hissəsində 5 saniyə 10 metr gedib, digər hissəsində 5 saniyədə 15 metr yol gedib. Burada ortalama sürəti tapmaq istəyiriksə, o zaman V orta bərabərdir. V1 üstəgəl V2 bölünsün 2 şəklində yazılır. Əgər 3 hissədən ibarət olsa zamanımız, 3 bərabər hissədən ibarət olsa, o zaman yazacaq V orta bərabərdir. V1 üstəgəl V2 üstəgəl V3 bölünsün 3 şəklində yazacaq. Məsəl üçün, bununla bağlı bir misal göstərim sizə. Deyək ki, avtomobil A nöqtəsindən B nöqtəsinə hərəkət edib. Amma A-dan B nöqtəsinə iki formada, iki trayektoriya üzrə hərəkət edib. Bir əyri trayektoriya üzrə hərəkət edib, bir də düz trayektoriya üzrə hərəkət edib. Daha doğrusu, yəni A-dan B-yə hərəkət edib. Yəni əyridir, düzdür, fərqi yoxdur. Bizdən nə soruşa bilər? Soruşa bilər ki, bu avtomobilin hərəkətinin trayektoriyasıdır. Bizdən soruşa bilər ki, yola görə orta sürəti tap və yerdəyişmə görə orta sürəti tap. Biz də bilirik ki, yola görə orta sürət deyirsə, təbii ki, biz ümumi yolu zamana bölməmiz lazımdır. Ümumi yolumuz nə qədərdir? Ümumi yolumuz, təbii ki, bax, avtomobilin getdiyi yol buradan bura qədər olan məsafədir. Ümumi yolumuz çevrənin, belə deyək, yarısını gedib. Çevrənin yarısı tam getsəydi 2 pier qədər yol gedərdi, amma yarısını gedib, deməli, pier qədər yol gedib. Pier bölünsün T. Bax, bu tapdığım orta sürət avtomobilin yola görə orta sürətidir. A-dan B-yə qədər çəkdiyim bu qırmızı xət isə avtomobilin yerdəyişməsidir. Yerdəyişməyə görə orta sürət deyəndə bu yoldur, getdiyi yoldur. Bu isə yerdəyişmədir. Yerdəyişməyə görə orta sürət deyəndə
yer dəyişməni zamana bölməmiz lazımdır. Avtomobilin yer dəyişməsi çevrənin diametri boydadır. Yəni 2R qədər yer dəyişməliyik. 2R-i də T-yə böləcəyik. Bu oldu yer dəyişməyə görə orta sürət. Bu da oldu avtomobilin getdiyi yola görə orta sürət. İndi isə ani sürət və təcildən danışacağıq. Ani sürət nədir? Zamanın verilmiş anında və trayektorun verilmiş nöqtəsindəki sürət ani sürətdir. Ani sürət elə bizim bildiyimiz V bərabər S bölü T-dir əslində ani sürət. Və ani sürəti ölçən cihazın adı təbii ki, spidometrdir. Ani sürət o deməkdir ki, yəni avtomobilin sürəti hər an dəyişə bilər. Avtomobilin sürəti dəyişəndə yeni bir fiziki kəmiyyət ortaya çıxır. O fiziki kəmiyyatin adı təcil adlanır. Deməli, təcil cismin sürəti dəyişən zaman meydana çıxandır. Əgər cismin sürəti dəyişmirsə, təcil deyə bir fiziki kəmiyyət yoxdur. Amma cismin sürəti dəyişirsə, avtomatik olaraq ortaya bir yeni fiziki kəmiyyət çıxır, o da təcildir. Sürətin dəyişməsi, sürətin artması da ola bilər, azalması da ola bilər, fərqi yoxdur. Həm sürət artanda, həm də sürət azalanda təcil deyə fiziki kəmiyyət ortaya çıxır. Təcil A hərfi ilə işarə olunur. İndi isə təcildən danışacağım. Deməli, təcil cismin sürəti dəyişən zaman meydana çıxan fiziki kəmiyyətdir. Təcil balaca A hərfi ilə işarə olunur. A bərabərdir V çıx V0 bölünsün T-yə. Yəni, sürət dəyişməsinin, bu dəyişməyə sərf olunan zaman fasiləsinin nisbətinə bərabər olan vektorial fiziki kəmiyyət təcil adlanır. Bunu biz belə də yaza bilirik. Delta V bölünsün delta T şəklində. Təcil vektorial kəmiyyətdir. Vektorial kəmiyyət isə təbii ki, istiqaməti var. Təcilin istiqaməti sürət dəyişməsi istiqamətində yönəlir. Təcilin vahidi, sürətin vahidi metr bölü saniyədir, zamanda vahidi saniyədir. Metr bölü saniyə, saniyə böləndə olur metr bölünsün saniyənin kvadratı. Təcilin vahidi metr bölü saniyə kvadratıdır. Təcili akselerometr adlanan xüsusi cihazla ölçürlər. Birdən akselerometr olmasa əlimizdə, bəs təcili hansı cihazla ölçərik? Təbii ki, sürəti ölçən cihaz və zamanı ölçən cihazla ikisi ilə birlikdə də təcili ölçə bilərik. Sürəti, yəni spidometr ilə ölçərik, zamanı saniyə ölçənlə ölçərik və spidometr, saniyə ölçən ikisi bir yerdə təcili də eləmiş olur, ölçmüş olur. Bərabər təcilli hərəkət. Necə ki, bərabər sürətli hərəkət var idi, təcilli hərəkətdə də bərabər təcilli hərəkət var, dəyişən təcilli hərəkət var. Bərabər təcilli hərəkətin tərifi bu şəkildədir ki, cisim bərabər zaman fasilələrində sürətini eyni qədər dəyişdirirsə, belə hərəkət bərabər təcilli hərəkətdir. Bərabər təcilli hərəkətdə təcil sabitdir və düz xəttli bərabər təcilli hərəkət deyiriksə, təcilin həm qiyməti, həm istiqaməti sabit qalır. A bərabərdir, konstant şəklində göstərə bilirik. Bərabər təcilli hərəkətdə təcil sabitdirsə, o zaman təcilin zamandan asılıq qrafikini qursaq, AX-in T-dən asılıq qrafikini qursaq, təbii ki, sabit şəkildə göstərərik. Əgər təcilin proyeksiyası müsbətsə, qrafik yuxarıda olacaq, təcilin proyeksiyası mənfidirsə, qrafik təbii ki, aşağıda olacaq. İndi isə bərabər təcilli hərəkətdə biz artıq sürətdən danışacağıq. Bərabər təcilli hərəkətdə sürət necə ifadə olunur? Mən bu düsturdan sürəti çıxardacağam. Necə çıxardıram? A bərabərdir, V çıxılsın V0 bölü T yazsam, bu məxrəcdən 1 yazanda çarpaz vurulduğu zaman V çıxılsın V0 bərabərdir A vurulsun T-yə, V bərabərdir V0 plus A vurulsun T-yə. Bu tənlik düz xəttli bərabər təcilli hərəkətdə sürətin zamana asıq tənliyidir və yaxud da sürətin düsturu da deyə bilərik, bərabər təcilli hərəkət. Təbii ki, bərabər sürətli hərəkətdə sürətin düsturu V bərabər S bölü T idi, amma bu isə bərabər təcilli hərəkətdə sürətin düsturudur. Burada V0 başlanğıc sürətdir, V son sürətdir. Təbii ki, A təcildir, T isə zamandır. Bərabər təcilli hərəkətin iki növü var. Bərabər yeyinləşən hərəkət, bərabər yavaşlayan hərəkət. Deməli, yazıram. Bərabər təcilli hərəkət iki növü var. Bərabər yeyinləşən hərəkət və bərabər yavaşlayan. Bu yeyinləşən, bu da yavaşlayan hərəkət. Bərabər yeyinləşən və bərabər yavaşlayan hərəkət iki fiziki kəmiyyətə görə müəyyənləşir. Sürət və təcillə görə müəyyənləşir.
Sürətlə təcilin istiqamətləri, işarələri eynidirsə, bu olur bərabər yeniləşən hərəkət. Sürətlə təcilin işarələri və istiqamətləri əksdirsə, bu olur bərabər yavaşan hərəkət. Deyək ki, əgər sürət müsbətdir, təcil də müsbətdirsə, yəni bunlar eyni yöndədirsə, istiqamətləri eynidirsə, demək bu bərabər yeniləşən hərəkət. Və yaxud da sürət mənfidir, təcil də mənfidirsə, demək bu bərabər yeniləşən hərəkətdir. Bəs bərabər yavaşan hərəkət necə olacaq? Təbii ki, sürət müsbət olanda A mənfi olur, təcil mənfi olur. Və yaxud da sürət mənfi olanda təcil müsbət olur. Bax, bu şəkildə olduğu isə bərabər yavaşayan hərəkətdir. Bunlar bərabər yeniləşən, bunlar isə bərabər yavaşayan hərəkət. İndi isə biz həm bərabər yeniləşən hərəkət üçün, həm də bərabər yavaşayan hərəkət üçün bu sürətin zamana asılı tənliklərini yazacağım. Göründüyü kimi sürət zamandan xətti asılıdır. Xətti funksiya qrafik kimi çəkəcəyik. Burada hamısını bir-bir göstərəcəm. Deməli, bu arada bunu da sizə burada göstərmək istəyirəm. Əgər başlanğıc sürət sıfırdırsa, o zaman sürətin tənliyi V bərabərdir, sadəcə AT şəklində olur. Başlanğıc sürət sıfırı ya məsələn şərtində özü yaza bilər mötərizədə aşağıda ki, V0 sıfırdır. Ya da bunu cümlə ilə ifadə edir. Cümlə ilə ifadəsi belədir. Sükunət vəziyyətindən hərəkətə başlamış. Sükunət vəziyyətindən hərəkətə başlamış demək, başlanğıc sürətin sıfır olması deməkdir. Biz sürətin burada zamana asılı qrafikini quracağıq. İki formada, yəni iki dənə qrafikdə göstərəcəm bunları. Deməli, sürətin proyeksiyasının zamana asılı qrafik. Əgər başlanğıc sürəti varsa və başlanğıc sürət müsbətdirsə, qrafik yuxarıdan başlayacaq. Eyni şəkildə aşağıdakını da göstərirəm. Varsa, müsbətdirsə, yuxarıdan başlayacaq. Başlanğıc sürət yoxdursa, koordinat başlanğıcından başlayacaq. Başlanğıc sürət var və mənfidirsə, təbii ki, koordinat başlanğıcından aşağıda başlayacaq. Bura müsbət qoyaq. Qrafik yuxarı da gedə bilər, qrafik aşağı da gedə bilər. Əgər qrafik yuxarı gedirsə, bu demək ki, onun təcili müsbətdir. Təcili müsbətdir. Çünki yeniləşən hərəkət götürəcək bunu. Qrafik yuxarı gedirsə, təcil müsbətdir. Qrafik yuxarı gedirsə, təcil müsbətdir. Əgər qrafik aşağı gedirsə, təcil təbii ki, mənfidir. Təcil mənfidir. İndi bunların tənliklərini də biz üstündə yaza bilərik. Məsəl üçün, birinci qrafikin tənliyi belə olacaq. V bərabərdir V0 üstəgəl AT. İkincinin tənliyi olacaq V bərabərdir sadəcə AT. Üçüncünün tənliyi olacaq. Çünki başlanğıc sürət yoxdur. Ona görə V bərabərdir mənfi V0 üstəgəl AT. Burada V bərabərdir V0 çıx AT. Burada V bərabərdir mənfi AT. Çünki V0 yoxdur, A-sı da mənfidir. Ən sonuncu da V bərabərdir mənfi V0 çıx AT. İndi bizdən məsələ həllində həm qrafikin üstündə göstərəcəklər, yeniləşən, yavaşan olduğunu göstər, həm də belə tənlik olaraq verəcək. İndi biz baxırıq bir-bir. Birinci qrafikimiz görürük ki, sürəti də təcildə müsbətdir. İkisi də müsbətdirsə, demək necə hərəkətdir? Yeniləşən. Bu arada yeniləşən və yavaşayanın da iki forması var. Bir var x-ox istiqamətdə yeniləşən, yavaşan. Bir də var x-oxun əksinə. Cismin x-ox istiqamətində ya da x-oxun əksinə getməsini sadəcə sürətlə müəyyənləşdiririk. Sürət müsbətdirsə, cisim x-ox istiqamətdə gedir. Daha doğrusu, sürətin proyeksiyası müsbətdirsə, cisim x-ox istiqamətdə gedir. Sürətin proyeksiyası mənfidirsə, cisim x-oxun əksinə gedir. İndi baxırıq bura. Sürət müsbət, təcil müsbət. Yeniləşən, özdə x-ox istiqamətində. Bunu sonra deyəcəm. Sürət mənfi, təcil müsbət. Bu yavaşayan, amma x-oxun əksinə, çünki sürət mənfidir. Sürət müsbət, təcil mənfi. Bu yavaşayan, çünki biri müsbətdir, biri mənfidir. Həm də x-ox istiqamətdə yavaşayan. Sürət mənfi, təcil mənfi. Bu da olacaq yeniləşən x-oxun əksinə. Ümumiyyətlə, bu VT qrafiklərində əgər qrafik zaman oxuna yaxınlaşırsa, bu yavaşayan hərəkət olur. Zaman oxundan uzaqlaşırsa, yeniləşən hərəkət olur. Fikir verin, burada zaman oxundan uzaqlaşır. Burada da zaman oxundan uzaqlaşır. Deməli, yeniləşəndir. Amma burada zaman oxuna yaxınlaşır. Burada da zaman oxuna yaxınlaşır. Deməli, yeniləşəndir. Bu qrafiklə bu qrafik sükunətdən başlayır. Ümumiyyətlə, hərəkət sükunətdən başlayırsa, o ancaq yeniləşən ola bilər. Yavaşayan ola bilməz, mümkün deyil. Ona görə də
bu qrafikdə sükunətdən başlayaraq sürət artdığı üçün x istiqaməti yeniləşir. Bu sıfırdan başlayaraq x oxun əksinə doğru yeniləşir. Ümumiyyətlə bir məlumat da deyim sizlərə. Əgər sürət, başlayan sürət yoxdursa, o ancaq və ancaq yavaşlayan ola bilər. Ya yeniləşən ola bilməz, ya da bərabər sürətdə ola bilməz. Başlayan sürət varsa, o həm bərabər sürətdə hərəkət edə bilər, həm bərabər yeniləşən hərəkət edə bilər, həm də bərabər yavaşlayan hərəkət edə bilər. Deməli, bu belə. Silək lövhəmizi. İndi isə sürətin zamanı asıq qrafikində qrafiklə zaman ox arasında qalan buzağın tangensinin tapılmasını sizə izahını verəcəm. Deyək ki, sürətin zamanı asıq qrafiki çəkirəm. Təbii ki, təcilli hərəkətdən söhbət gedir. Hardan başlayır? V0-dan başlayır. Yuxarı doğru gedir. Bu hara doğru gedir? V-yə doğru gedir. Hər hansısa bir zaman müddətində gedir. Burada bizə alfa bucağı verib, bu alfa bucağının tangensini soruşursa, biz belə tapacaq. Biz riyaziyyat dərsindən bilirik ki, tangens alfa bərabərdir qarşıdakı katetin bitişik katetə nisbət. Bu alfa bucağının qarşısındakı katet, bax bu məsafədir. Bu məsafə deməkdir. Yəni V çıx V0-dır. Ona görə biz tangens alfanın tapanda qarşıdakı katetin yerinə V çıx V0 yazırıq. Bitişik kateti isə təbii ki, bu məsafədir. O da bizə T-ni verir. Deməli, tangens alfa V çıx V0 böl T-dir. O da təbii ki, bizə A-nı göstərəcək. Deməli, V-nin T-dən asılıq qrafikində bucağın tangensi bizə nə verəcək? Bucağın tangensi bizə təcilli verəcək. Ola bilər ki, qrafik belə olsun, yəni başlanğıc sürət 0 olsun, bu şəkildə. Yenə də bucağın tangensini istəyəndə biz yenə qarşıdakı katet yəni V-ni göstərir. V0 onsuz da yoxdur. Ona görə burada delta V yazacaq. Burada nədir? T-dir. O zaman tangens alfa yenə də delta V-nin delta T-yə nisbətidir. O da bizə nəyə verəcək? Yenə də A-nı verəcək. Dolayısıyla bilməliyik ki, sürətin zamandan asılı qrafikində bucağın tangensi bizə təcili verir. İndi isə düz xətli bərabər təcilli hərəkətdə yerdəyişməli düsturlarından danışacağım. Əsas 3 dənə düstur var. Bu 3 dənə düsturun əsasında bütün məsələlər soruşulur. Amma istəyirəm ki, bu düsturun çıxarılışını sizə göstərim. Çünki bəzən elə olur ki, düstur unudanda ən azından çıxarılışını bilsək, oradan çıxardıb tapa bilərik. Deməli, düz xətli bərabər təcilli hərəkətdə sürətin zamandan asılı qrafiki bir yaxda göstərdiyimiz kimi düz xətdir. V0-dan başlayır, hara doğru? Təbii ki, V-yə doğru gedir. Bu da olsun bizim T-miz. Və biz əvvəlki dərsimizdə öyrənmişdik ki, sürətin zamandan asılı qrafikində, qrafikin altında qalan fiqurun sahəsi bizə yerdəyişməni verir. Yol və yerdəyişməni verir. İndi baxırıq, burada fiqur hansı fiqurdur? Qrafikin altında qalan fiqur trapesiyadır. İndi isə biz trapesiyanın sahəsini tapanda avtomatik olaraq yerdəyişmə düsturunu tapmış olacaq. Trapesiyanın sahəsi bildiyimiz kimi oturacaqlarının zəminin yarısı vurusun hündürü şəklində tapılır. Oturacaqlardan biri buradır, böyük oturacaq. O V-yə bərabərdir. Plus balaca oturacaq buradır. V0-a bərabərdir. V0 bölünsün 2, vurulsun hündürlük də buradır. O da bizə T-ni göstərir. Deməli, düz xətli bərabər təcilli hərəkətdə yerdəyişməli düsturu S bərabərdir V üstəgəl V0 bölünsün 2, vurulsun T şəklində tapılır. Bu birinci düstur. İkinci düsturumuz V bərabərdir V0 üstəgəl AT tənliyini biraz qabaq izah elədim sizə. Buradakı V-ni gətirib burada yerinə qoysaq, bu düsturda yerinə qoysaq, o zaman ikinci düsturumuz bu şəkildə çıxır. S bərabərdir V0T üstəgəl AT kvadratı bölünsün 2 şəklində çıxır. Və yaxud da A bərabərdir V çıx V0 böl T düsturundan T-ni tapıb, T bərabərdir V çıx V0 böl A. Bu ifadəni getirib burada yerinə qoysaq, o zaman üçüncü düsturumuz S bərabərdir V kvadrat çıx V0 kvadrat bölünsün 2A şəklində çıxır. Deməli, düz xətli bərabər təcilli hərəkətdə yerdəyişmənin 3 düsturu var. Bu düsturlardan nə vaxt istifadə etmək əlverişlidir? Təbii ki, aşağıdakı düsturdan o vaxt istifadə edilir ki, məsələnin şərtində zaman verilməsin. Çünki burada zaman yoxdur. Yuxarıdakı düsturdan o vaxt istifadə edilir ki, məsələnin şərtində təcil verilməsin. O zaman bundan istifadə edirik. Bundan isə bütün hallarda istifadə olunur.
Bu üç düstur, üçü də başlanğıc sürət olduğu zaman tətbiq olunan düsturlardır. Bir də ola bilər ki, başlanğıc sürət olmasın. Yəni cisim sükunət vəziyyətindən hərəkətə başlasın. Əgər cisim sükunət vəziyyətindən hərəkətə başlayırsa, başlanğıc sürəti yoxdursa, o zaman bu düsturlardan hamısından V0-ı silirik və yerdə qalan düsturu yazırıq. Birinci düsturdan V0-ı siləndə S bərabərdir. V vur T böl 2 qalır. Bu düsturdan da lazım gələn istifadə edəcəksiniz. Təbii ki, sükunət vəziyyətindən başlayanda. İkinci düsturdan S bərabərdir. V0 olmadığı zaman sadəcə AT kvadrat bölünsün 2 qalır. Üçüncü düsturda da yenə V0 olmayanda S bərabərdir. V kvadrat bölünsün 2A şəklində qalır. Bax, bu şəkildə istifadə olunacaq. Təbii ki, buradan lazım gələndə T-ni tapmaqdır, V-ni tapmaqdır, A-nı tapmaqdır, V-ni tapmaq. Bunlar yəqin ki, hər kəs özü tapa biləcək. İndi isə düz xətli bərabər təcilli hərəkətdə yer dəyişmənin qrafiklərini göstərəcəm sizlər üçün. Yer dəyişmənin qrafiklərini. Bir var n saniyədə gedilən yol, yəni 5 saniyədə gedilən yol. Bir də var 5-ci saniyədə gedilən yol. Təbii ki, bunlar eyni anlam daşımırlar. 5 saniyə gedilən yol deməkdir ki, 0-dan 5-ə qədər nə qədər yol gedilibsə, söhbət o yoldan gedir. Onu başqa düsturdan tapılar. 5-ci saniyədə gedilən yol isə son 1 saniyədə gedilən yol deməkdir. Yəni 5 saniyədə gedilən yol çıxılsın 4 saniyədə gedilən yol. Bundan istifadə olunur. Amma bunun üçün sadə bir düstur var. Onu sizin üçün yazıram. Ondan istifadə edəcəksiniz. Deməli, bu düstur n-ci saniyədə gedilən yolun düsturudur. Yəni 5-ci, 6-cı, 7-ci saniyədə. Düstur bu şəkildədir. Əgər başlanğıc sürət yoxdursa, cisim sükunətdən başlayıbsa, düsturumuz Sn bərabərdir. A bölünsün 2, 2n-1 düsturundan istifadə olunacaq. Bir də ola bilər ki, başlanğıc sürət 0 deyil, 0-dan fərqlidir. O zaman düsturumuz Sn bərabərdir. V0 plus minus A bölü 2, 2n çıx 1. Plus minus nə deməkdir? Əgər plus qoyubsa, bu yeniləşən hərəkət üçündür. Minus qoyulubsa, bu yavaşlayan hərəkət üçündür. Bir də istisna 2 dənə düsturdan danışacağım sizin üçün. Sərf olunan, bizdə məsələlərdə qarşımıza çıxır. Sərf olunan zamanın birinci yarısına gedilən yol, bir də sərf olunan zamanın ikinci yarısına gedilən yolun düsturları var. Sərf olunan zamanın birinci yarısına gedilən yolun düsturu, ümumi gedilən yolun 4də 1-i qədər olur. Yeniləşən hərəkətdə. Sərf olunan zamanın ikinci yarısında gedilən yol, ümumi yolun 4də 3-ü qədər olur. Bu düsturları bilməklə həmən məsələləri rahat şəkildə tapa bilərsiniz. Bərabər təcilli hərəkətdə təcilin zamandan asılı qrafiki verilərsə bizə, necə ki, bərabər sürətli hərəkət, ümumiyyətlə, sürətin zamandan asılı qrafikin altında qalan fiqurun sahəsinin yol və yer dəyişmə olduğunu izah eləmişdim. İndi də təcilin zamandan asılı qrafik var. Təcilin zamandan asılı qrafikində qrafikin altında qalan fiqurun sahəsi, baxaq görün bizə nə verəcək. Bizə, ümumiyyətlə, bərabər təcilli hərəkətdə təcil zamandan sabitdir, asılı deyil. Amma olur ki, bəzən bizə başqa formada qrafiklər göstərirlər, verirlər. Burada məqsəd, deyək ki, belə bir qrafik verib. Burada məqsəd fiqurun sahəsinin nə olduğunu tapmaqdır. Təcilin zamandan asılı qrafikində qrafikin altında qalan fiqurun sahəsi bizə sürət dəyişməsini verəcək hər zaman. Sürət dəyişməsini. Sürətin özünü yox, sürət dəyişməsini. Sürətin özü də ola bilər. Nə vaxt ola bilər? Başlanğıc sürət əgər 0 olarsa, o zaman fiqurun sahəsi elə birbaşa sürətə bərabər olacaq. O başqa. Yəni, sürət dəyişməsinə bərabər. Bu hansı fiqurdur? Deyək ki, bu düzbucaqlıdır. Düzbucaqlının sahəsini tapacaqsan, bu tərəf, məsəl üçün 10-dur, bu tərəf 8-dir. O zaman biz delta V bərabərdir 10 vur 8, yəni 80 almış olacaq. Həmən bu 80 delta V'dir. Burada da eyni şəkildə trapesiyanın sahəsini tapacaq. Trapesiyanın sahəsi rəqəmlər qoysaq 10 olsun, 2 olsun, 4 olsun. O zaman burada da bu fiqurun sahəsini tapanda biz yenə nəyi tapmış oluruq? Delta V-ni tapmış oluruq. Deyək ki, 4 üstə gəl 2 bölü 2 vurulsun 10 şəklində. Bu da eləyəcək 6, 3, 30. Yəni ki, bilmək lazımdır ki, təcil zamanı asılı qrafikində qrafikin altında qalan fiqurun sahəsi bizə nə verəcək? Sürət dəyişməsini vermiş olacaq. Düz xətli
Düzxətli bərabər təcilli hərəkətdə yer dəyişmənin düsturlarını yazıram. S bərabərdir V0T üstəgəl AT kvadrat bölünsün 2 və yaxud da V0 olmayanda sadəcə AT kvadrat bölünsün 2 yazırıq. Bu düsturlardan görsənir ki, yer dəyişmə zamandan kvadratik asılıdır. İndi biz yer dəyişmə zamandan asılıq qrafikini çəkəcəyik. Düzxətli bərabər təcilli hərəkətin növü var idi, bərabər yeniləşən, bərabər yavaşlayan. Onun da növləri var idi. X ox istiqamətdə bərabər yeniləşən və yaxud da X oxun əksinə yeniləşən. X ox istiqamətdə yavaşlayan, X oxun əksinə yavaşlayan. Mən o qrafikləri sizin üçün göstərirəm. Biz hardan biləcəyik ki, bu X ox istiqamətindədir və yaxud da X oxun əksinədir? Cismin X ox istiqamətində və yaxud da X oxun əksinə getməsini biz yenə də sürətlə və təcillə müəyyənləşdirirdik. Sürətlə təcilin işarəsi eyni olanda yeniləşən olurdu. Sürətlə təcilin işarəsi əks olanda yavaşlayan olur. Və bu qrafikdən də görsənir ki, ST-dən kvadratik asılıdır. Və biz kvadratik asılılığı bu şəkildə çəkə bilərik. Belə də ola bilər. Belə də ola bilər. Təbii ki, belə də ola bilər. Belə də ola bilər. İndi isə bunun hansının yeniləşən, hansının yavaşlayan olduğunu tapacağıq. Öncəliklə V-ni təyin edirəm. X oxu yuxarıdır. Bu başlanğıc anından başlayaraq bu da yuxarı gedir. Deməli, bunun sürətin proyeksiyası müsbətdir. X oxu yuxarıdır, amma qrafik aşağı gedir. Deməli, bunun sürətin proyeksiyası mənfidir. X oxu yuxarıdır, bu da yuxarı gedir. Deməli, burada da sürətin proyeksiyası müsbətdir. X oxu yuxarıdır, bu isə aşağı gedir. Deməli, sürətin proyeksiyası mənfidir. Bəs təcili necə müəyyənləşdiririk? Təcili həmişə mən uşaqlara bu şəkildə göstərirəm. Bu parabolanı əlimlə tuturam belə, ovuzumun içi əyri formada. Əgər parabolanın ağzı, yəni ovuzumun, əlimin içi yuxarıdırsa təcil müsbət, ovuzumun içi aşağıdırsa təcil mənfi. Bax, ovuzumun içi aşağıdırsa təcil mənfi, ovuzumun içi yuxarıdırsa təcil müsbət. Yəni əlimi mən bu parabola şəklində əyib bu şəkildə göstərirəm. İndi burada parabolanın ağzı haradır? Ovuzumun içi yuxarı. Deməli, təcilin müsbətdir. Bəs burada haradır? Aşağı. Deməli, təcilin mənfidir. Burada, orada da aşağı. Deməli, təcil mənfidir. Burada isə yuxarı, deməli, təcil müsbət. İndi baxırıq görün, bu hərəkətlər necə hərəkətdir? Sürətlə təcil də hər ikisi müsbətdir. Deməli, yeyinləşəndir. Sürət müsbət olduğu üçün X ox istiqamətdə yeyinləşən. Sürət müsbət, təcil mənfidir. Deməli, yavaşlayandır. Sürət müsbət olduğu üçün X ox istiqamətdə yavaşlayandır. Sürətlə təcil də mənfidir. Deməli, yeyinləşəndir. Sürət mənfi olduğu üçün X ox istiqamətdə yeyinləşən deyirik. Sürət mənfi, təcil müsbətdir. Biri müsbət, biri mənfidirsə, deməli, yavaşlayandır. Sürət mənfi olduğu üçün X oxun əksinə yavaşlayan yazırıq. Burada çox dərinə getmək istəmirəm. Koordinat da izah edeyim. Sən buraları özün kəsəcəksən də. Allah. İndi isə düzxətli bərabər təcillər hərəkətdə koordinatın zamanasılıq tənliyi müəyyənləşdirəcəm. Düzxətli bərabər sürətli hərəkətdə koordinatın tənliyi belə idi. X bərabərdir, x0 plus v0t. Bu bərabər sürətli hərəkətdə koordinatın tənliyidir. Biz sx bərabərdir, x0 tənliyini bilirik. Bu koordinatın dəyişməsi yer dəyişmə bərabər olduğunu göstərir və indi düzxətli bərabər təcilli hərəkətdə yer dəyişməli düsturunu yazırıq. Sx bərabərdir v0t plus at kvadratı bölünsün 2. Mən burada sx-in yerinə bu ifadəni yazacağam. Sx-in yerinə ifadə yazanda x çıx x0 bərabərdir v0t plus at kvadrat bölünsün 2. Buradan x-i tapanda x bərabərdir x0 plus v0t plus at kvadratı bölünsün 2. Bu tənlik düzxətli bərabər təcilli hərəkətdə koordinatın zamanasılıq tənliyidir. Düzxətli bərabər təcilli hərəkətdə. Bu isə bərabər sürətli hərəkətdir. Bunu ona görə yazmışam ki, bərabər sürətli hərəkətdən bərabər təcilli hərəkətin sadəcə bir dənə fərqi var. Bərabər təcilli hərəkətdə ümumiyyətlə, əgər hər hansısa bir düsturda təcil görürsünüzsə, %100 bilin ki, bu bərabər təcilli hərəkətə aid olan bir düsturdur.
Təcil olmayanda bərabər təcilli ola da bilir, olmaya da bilir. Amma təcil varsa 100% bu artıq bərabər təcilli hərəkət. Mən buradan təcili silən kimi olur düz xətti bərabər sürətli hərəkət. Və burada da əgər 2 0 0 olarsa tənlik təbii ki bu şəkildə olacaq. X bərabər V0t plus AT kvadrat bölünsün ki. Həm 2 0 həm V0 0 olanda X bərabər də AT kvadrat bölünsün ki olacaq. Bu da XT-dən kvadratik asıldır. Kvadratik asılıqda da qrafiklərimizi yenə eyni şəkildə quracaq və hansının yeniləşən, hansının yavaşan olduğunu bir-bir sizə göstərəcəm. Deməli, XT 4 dənə qrafik quracağım. Koordinatı zamandan asılıq qrafikləri yerdəyişmə zaman asılıq qrafiklərindən fərqli olaraq x0 qədər yuxarıdan və yaxud da aşağıdan başlaya bilər. x0 var müsbətsə yuxarıdan başlayacaq, yoxdursa koordinat başlanğıcından, mənfidirsə aşağıdan. Eyni şəkildə digərlərdə. Mənfidirsə aşağıdan, müsbətdirsə yuxarıdan. Əgər yoxdursa, təbii ki, koordinat başlanğıcından neynəyəcək? Başlayacaq. İndi qrafik yuxarıdan və aşağıdan başlayaraq parabola ağzı yuxarıda ola bilər bu şəkildə. Təbii ki, aşağıda ola bilər. İndi mən bunların hamısını sizə bir-bir göstərirəm ki, görəsən hansında yeniləşəndir, hansında yavaşayan olacaq. Deməli, qaldı bu. Aha. Yeniləşən, yavaşayan hərəkəti dediyimiz kimi sürətlə və təcillə müəyyənləşdiririk. Sürətlə təcilin işarəsi eynidirsə yeniləşən, əksicə yavaşayan. Burada sürətin istiqamətinin müsbət mənfi olduğu necə göstərirdi? Əgər cisim x ox istiqamətdəsə sürət müsbət, x oxun əksinədirsə sürət nədir? Mənfi olacaq. Təcili isə necə müəyyənləşdirilir? Parabolanın ağzı ilə. Parabolanın ağzı yuxarı baxırsa təcil müsbət, aşağıdırsa mənfi. İndi başlayaq. Burada görürəm ki, x ox yuxarıdır, qrafik də yuxarı gedir. Bu demək ki, bunların üçündə də sürət müsbətdir. Sürətin proyeksiyası. Yəni, mən daha 3 üçünü də göstərim. Burada isə x ox vardır, cisim isə aşağı gedir. Deməli, burada üçündə də sürətin proyeksiyası nə olacaq? Mənfi olacaq. Gəlin bura baxaq. X ox yuxarıdır, qrafik də yuxarı gedir. Yəni, bunu belə düşünməyin. Bəzi abituriyentlər deyir ki, axı bu fırlanıb aşağı gələcək. Bizə lazımdır ki, ilk çıxan anda yuxarı gedir, yoxsa aşağı gedir. Deməli, bunların üçündə də yuxarı gedirsə, deməli, sürətin proyeksiyası müsbət. Bunların üçündə də hara gedir? X oxun əksinə gedir. Deməli, üçündə də sürətin proyeksiyası mənfidir. Sürətləri müəyyənləşdirəndən sonra təcilin istiqaməti işarəsini müəyyənləşdirəcək. Təcil də demişdik, ovcumuzun içi yuxarıdırsa təcil müsbət, yuxarıdırsa təcil müsbət, aşağıdırsa mənfi. Burada ovcumuzun içi yuxarıdır, yəni parabolanın ağzı yuxarıdır. O zaman təcilimiz müsbətdir. Burada da yuxarıdır, təcilimiz müsbətdir. Burada isə aşağıdır, təcilimiz mənfidir. Burada da təcilimiz təbii ki, nədir? Mənfidir. İndi biz görürük artıq ki, hansı yeniləşəndə, hansı yavaşandə. Bu, sürət də müsbət, təcil də müsbət. X ox istiqamətdə yeniləşən. Burada sürət mənfi, təcil müsbət. X oxun əksinə yavaşayan. Sürət də mənfi, təcil də mənfi. X oxun əksinə yeniləşən. Sürət müsbət, təcil mənfi. X ox istiqamətdə yavaşayan hərəkətin qrafikləri. İndi isə uşaqlar, hərəkətin nisbiliyi sürətlərin toplanmasını izah edəcəm. Məsəl üçün, belə məsələlər olur ki, birinci cismin ikinci cisimə nəzərən sürətini istəyir və yaxud da ikinci cismin birinci cisimə nəzərən sürətini istəyir. Ümumiyyətlə, qayda belədir. Əgər birinci cismin ikinci cisimə nəzərən sürətini istəyirsə, burada yazdığımız kimi, birin ikiyə nəzərən sürəti deyirsə, birdən ikiyə çıxacaq. Yəni, birinci cismin sürətindən ikinci cismin sürətini çıxacaq. Əgər desə ki, ikinci cismin birinci cisimə nəzərən sürəti, o zaman ikinci cismin sürətindən birinci cismin sürətini çıxacaq. Təbii ki, burada şərtlər var. Cisimlər eyni istiqamətdə gedəndən necə olur, əks istiqamətdə gedəndən necə olur, bir-birinə perpendikulyar olsa necə olur. Əgər avtomobillər eyni istiqamətdə gedirsə, onların bir-birinə nəzərən sürəti tap deyəndə bir-birindən çıxmaq lazım. Yəni, birin ikiyə nəzərən deyirsə, birdən ikiyə çıxırıq, ikinin birə nəzərən sürət deyirsə, ikidən biri çıxırıq. Təbii ki, bu nə vaxt cisimlər eyni istiqamətdə olanlar. Cisimlər əks istiqamətdə olanlar, yəni ya qarşı-qarşıya gəlirlər, ya da o tərəfə əks istiqamətdə gedirlər. Bunların hər ikisi əks istiqamət sayılır. O zaman birinci cisim ikinci cisimə nəzərən sürət tap deyirsə, təbii ki, bunlar biz neyəcəyik? Toplayacaq. Məsəl üçün, deyək ki, iki avtomobil, biri qabaqda 80 ilə gedir, biri də arxada gəlir 100 ilə onu keçir.
Əslində 100 ilə arxadan gəlib 80 ilə gedən avtomobilin yanından keçəndə bu avtomobillər nəzərən 20 ilə onun yanından keçir. Yəni ona nəzərən sürəti 20 olur, çünki eyni istiqamətdədir, bir-birindən çıxır. Tərsinə, biri 80 ilə gəlir, biri də 100 ilə gəlirsə, qarşı-qarşıya gəlirlərsə, onlar bir-birinə 180 ilə yaxınlaşmış olurlar. Sonra qayıq məsələləri var, çay məsələləri var. Bunlar necə yazılacaq, tapılacaq bu məsələlər? Deməli, qayığın da sürəti olur, çayın da sürəti olur. Əgər qayıq çayla eyni istiqamətdə hərəkət edirsə, qayığın yerə nəzərən sürətini tap deyəndə, qayıqla suyun sürətini toplayır. Yenə deyirəm, qayıq çayın axın istiqamətdə hərəkət edirsə, qayığın yerə nəzərən sürəti tapılanda, qayığın sürətindən suyun sürəti toplanır. Əgər qayıq çayın əksinə hərəkət edirsə, o zaman qayığın yerə nəzərən sürətini tap deyirsə, təbii ki, qayığın sürətindən suyun sürətini, ya da suyun sürətindən qayığın sürətini çıxacaq. Əgər qayığın sürəti böyükdürsə, suyun sürətindən, onda qayıqdan suyun sürətini çıxır. Ola bilər ki, suyun sürəti böyük olsun. O zaman suyun sürətindən qayığın sürəti neynəyəcək çıxacaq. Avtomobillər və yaxud da cisimlər fərqi yoxdur. Bir-birinə perpendikulyar şəkildə hərəkət edərsə, onların bir-birinə nəzərən sürətini tap deyəndə, biz təbii ki, Pifaqor teoremindən istifadə edəcəyik. Bax, bu şəkildə. Bundan əlavə, çayı keçən qayıq, üzən adam, idmançı, çayın bir sahilindən digər sahilinə hərəkət etdiyi zaman, onun çayın digər sahilinə çıxdığı müddət bizə lazım olur bəzən tapmaq və yaxud da çayın enliliyini tapmaq lazım olur. Biz nə edəcəyik? Çayın enliliyini burada S ilə işarə eləmişəm, enini. Çayın enini soruşanda, ümumiyyətlə burada bu tip məsələlərdə sadəcə bir dənə düstur var. Düstur çoxluğu yoxdur. Bir düsturdan istifadə olunur. O da V bərabərdir S bölü T düsturu. Başqa da heç bir düstur yoxdur. Çayın enliliyini soruşanda biz qayığın perpendikulyar toplananını, zamana vurmalıyıq. Çünki burada qayıq əgər çaya müəyyən bir bucaq altında hərəkət edirsə, onun iki toplananı var. Bir çay istiqamətdə olan toplananı, buna Vx deyə bilərik. Bir də çaya perpendikulyar toplananı. Çaya perpendikulyar toplanan zamanı vuranı biz çayın enliliyini tapmış oluruq. İkinci düsturumuz burada. Əlbəttə ki, qayıq buradan hərəkətə başlayanda gəlib L nöqtəsinə çıxmaz. Niyə? Çünki çay onu aparır. Və hansı nöqtəyə çıxdığını tapmaq istəyirsənsə, çayın sürətini, suyun sürətini gətirib buradan, belə deyək də, qayığın sürətini ucundan bu şəkildə qoyaraq və başlanğıcından düz xətt çəkərək hansı nöqtəyə çıxdığını belə deyək, tapa bilərik. Və onun hansı nöqtəyə çıxdığını bir məsafə qət edib çıxır da, düzdürmü? Həmən o məsafəni tapmaq istəyəndə biz suyun sürətini zamana vurmuş oluruq. Burada deməli, eskalator məsələləri var. Eskalator məsələləri də əslində çay məsələsi kimidir. Sərnişin eskalatorda hərəkət edə bilər, hərəkət etməyə də bilər, dura da bilər. Əgər sərnişin eskalator üzərində eskalator istiqamətində hərəkət edirsə, həmən sərnişin yerə nəzərən sürətini tap deyəndə, təbii ki, eskalatorun sürəti ilə sərnişinin sürətini toplamalıyıq. Əgər sərnişin eskalator üzərində eskalatorun hərəkətinin əksinə doğru hərəkət edirsə, o zaman biz sərnişin yerə nəzərən sürətini tap deyəndə, təbii ki, ya sərnişin sürətindən eskalatorun sürətini çıxırıq, ya da ki, tərsinə eskalatorun sürətindən sərnişin sürətini çıxırıq. Məsəl üçün, deyək ki, sərnişin özü V sürəti ilə hərəkət edir, eskalatorun da sürəti 3V'dir. Əgər sərnişin eskalatorun üzərində dursa, dayansa, heç bir hərəkət etməsə, təbii ki, eskalatorun sürəti ilə hərəkət etmiş sayılır, 3V ilə. Yox, sərnişin də V ilə hərəkət etsə, eskalatorla 3V ilə apardığı üçün biz bunu toplamalıyıq. Yəni 4V ilə əslində yuxarı qalxmış olur sərnişin. Bax, bu birisində də eyni şəkildə, deyək ki, sərnişin 3V ilə aşağı düşür, eskalator V ilə yuxarı qalxırsa, sərnişin aşağı əslində 2V ilə düşmüş olur. Bir də bizim qarşımıza bunlar çıxacaq. Bunlar nədir? 4 dənə məlumat var. Hər hansısa bir cihazın, indi mən burada xəttkeş göstərmişəm, xəttkeş olmaya da bilər. Bir də bizim qarşımıza bütün mövzularda, bu indi izah edəcəyim şey, yəni birinci mövzuyla əlaqəli deyil, bütün mövzularla əlaqəli. Cihazların bölgülərinin qiymətinin tapılması, xətanın tapılması, cihazın xətasının tapılması, cihazın göstərişinin tapılması, maksimal ölçmə həddinin tapılması çıxa biləcək.
İndi burada mən xətkeş olaraq cihazı götürmüşəm və bu xətkeşin üzərində göstərirəm. Gələcək dərslərimizdə spidometr olar, ampermetrin xətası olar, voltmetrin xətası ola bilər və s. Deməli, bir bölgünün qiyməti necə tapılır? Cihazın üzərində ixtiyari 2 dənə rəqəmi götürürük. Məsələn, 0, 1, 2, 3, 4 santimetrlik bir xətkeşdir. Deyək ki, 1 ilə 2-ni götürə bilərsən, 2 ilə 3-ü götürə bilərsən. Onlar biri A-nın, biri B-nin işarələmişəm. Düstur olaraq belə bir düsturdur. Yəni, düsturu bilməyə də bilərsən əslində. A çıx B bölünsün N. Yəni ki, 2 ilə 1-i çıxırsan, olur 1. Onu da bölsən N-ə. N isə 2 ilə 1-in arasında olan bu xırda araların sayıdır. 2 ilə 1-in arasında xırda 10 dənə ara var. 2-dən biri çıxıb o 10 dənə araya böləndə sən 1 dənə aranın, yəni cihazın 1 bölgüsünün qiymətini tapmış olursan və beləliklə cihazın bölgüsü burada 0.1 cm tapıldı. Bəzən uşaqlar elə bilir ki, bütün cihazlarda 0.1-dir, elə deyil. Sonra cihazın xətası. Cihazın xətası tapılması qaydası belədir. Tapdığımız bir bölgünü yarıya böləcək. Hər hansısa bir cihazda bir bölgünü tapacaq, yarıya böləndə artıq o cihazın xətasını tapmış olur. Məsələn, şimdi bu məsələdə mən bir bölgünü tapmışam 0.1, onu yarıya bölürəm 0.5 cm. Yəni cihazın xətası 0.5 cm. Cihazın göstərişi, yəni hal-hazırda nə qədər cihaz göstərir, onu soruşur. Onu bilmək üçün onsuz da heç fizika bilmək ehtiyacı yoxdur ki, baxırsan ki, deyək ki, burada neçə santimetr? 2.5 santimetr. Qələmin uzunluğu burada dayansaydı deyəcəkdin ki, 2 santimetr. Bu oldu hal-hazırda cihazın göstərişi. Bir də var cihazın maksimal ölçmə həddi. Maksimal ölçmə həddi, yəni cihazın üzərində nə yazılır maksimal? 4 cm. Deməli, bu cihaz maksimal 4 cm ölçmüş olacaq. Dərsimiz bu qədər. Sağ olun.